Hər vaxtınız xeyirli olsun. Bu gün Acarıstan mətbəxindən çox gözəl, dadlı şorba hazırlamışam. Şorba bayda. Onlar onu çox Ramazan bayramından hazırlayırlar. Ona görə mən də sizinlə bölüşürəm bu reseptlə. Çox dadlıdır. Kənd toyuğu, çolpanı doğramışam tikələrə, qoymuşam pişməyə ki, bulyonu olsun. 2-3 saat pişdi. Ayrıca bir dənə soğanı xırda doğrayırıq, qoyuruq qızarmağa. Həmişə soğanı qızartanda mən duz əlavə edirəm və bir sarı kök. Yaxşıca qızarır, sonra pişmiş toyuq tikələri tökürük, qoyuruq üstünə. Deməli, mütləq ədviyyatlar, ilğımın ədviyyatları. Soğanı, toyuqla bir yerdə qarışdırırıq bir-birinə. Sonra noxud qatıram. O, deməli, Acayar mətbəxindən mütləq noxud olur. Bulyonu əlavə edirik, duz istiot əlbəttə ki, zövqə görə. İndi tərbiyəsi hazırlanır. Bir yumurta, bir limonun suyu və petroşkanı doğrayırsan xırda, qarışdırırsan. Sonra bulyonu, 2 çömçə bulyonu əlavə edirsən, tez qarışdırırsan dəmir simlə. Bu ayrıca qalır. Deməli, şorbaya sonra xırda vermişəli tökürük. 5-6 dəqiqə pişir. Ən axırda pişməyə yaxın bulyonu tökürük, bulyonu bura qarışdırırıq və tez şorbanın içinə tökürük bu tərbiyəsidə və söndürürük tez. Axırda yenə petroşkanı doğrayıb biraz da qatırıq üstündə. Çox dadlıdır. Başqa dəfə deməli hazırlayacağam. Ərişdən hazırlayacağam. Çox bizdə evdə bəyəndilər. Siz də mütləq hazırlayın. Çox gözəldir. İsti havanın lap yeməyidir.